Buyur gəlsin Fatimə. Qalıqsız bölmə əməlində bölünən və bölənin cəmi 72-dir. Bölünən bölənin 7 dəfə böyükdür. Bölünən və böləni tapın. Mən burada bölünən və bölünən və bölənən yazılır. Bizə deyir ki, bölünən böləndən 7 dəfə böyükdür. Biz əvvəlcə bölənə x yazırıq. Bölünənə isə 7x yazırıq. 7x yazırıq. Bunların da cəmi 72-dir. Mən indi 7x-in üstünə gəlirik x-i. Eləyir 72. 7x 8x'i da vurur. 8x bərabərdir. 8x bərabərdir 72-yə. 72-yə. 72-ni də 72-ni də bölürük 8. Bərabərdir 9. X mənim oldu 9. Bölünən oldu 9. Bölən neçədir? Bölən mənim onu tapmaq üçün də 9-u 7-yə eləyir 63. De gəlsin hələ Şıxmurad. İkinci. Biri digərindən 7 dəfə böyük olan iki ədədin cəmi 208-dir. Bu ədədləri tapın. Neçə ədəddən danışır? 2 ədəddən. 1, 2. Biri digərindən neçə dəfə böyükdür? 7 dəfə. Kiçiyi x olarsa, o birisi neçə olacaq? Müəllim 7x. Bunların cəmi neçədir deyir? 208. İndi mən bunları cəmləsəm neçə x eləyəcək? Bir dənə x burada, 7 dənə də x burada. Neçə dənə x eləyir? X. 8x. Bir dəfəlik yazdığımda daha üst-üstə gəlmir. Bərabərdir neçəyə? 208-ə. 2 Sonra X. bir dənə x-i tapmalıyam. Onda hər iki tərəfi 8-ə bölərəm. Bu da bərabər neçə eləyəcək? Yəni 208-i 8-ə bölərəm neçə eləyəcək? 26. Biri olacaq 26. O birisi neçədir? 26-nı vuracağıq 7-yə. 42. Bu da eləyəcək 182. Aferin, əla. Uşaqlar, başa düşmədiyiniz bir şey olsa soruşun ha. Oldu 7x nə müəllim. deməkdir? 7 vurulsun x-dir. Məsələn, 8x nə deməkdir? 8 vurulsun x-dir. Elə ki, bir dənəsini tapmaq üçün bölürük də. Yəni 8 dənəsi 208-dir. Bir dənəsi neçə olacaq? Bölməliyəm bir dənəsini tapmaq üçün. Başa düşdükmü? Birini bilirəmsə 5-ini tapmaq üçün vuraram. Yəni çoxunu tapmaq üçün vururam. De gəlsin Yağmur. Biri digərindən 5 dəfə böyük olan iki ədədin fərqi 252-dir. Bu ədədləri tapın. Burada iki ədəddən danışır. Birinci ədəd, ikinci ədəd. Biri digərindən 5 dəfə böyükdürsə, birinə x yazırıq, birinə də 5x yazırıq. Fərqi dediyinə görə nə edərik? Çıxarıq, düzdürmü? Eləmi? Çıxırıq bunları. Yəni 5x-dən x fərqi cəmi desəydi toplayarım. Onda nə edərəm? 5x-dən çıxaram neçəni? Çıxarırıq. X-i. Bərabərdir 4x. 4x. Yox, burada yazımda fərqi neçədir? 252. Buradan da 5x-dən x-i çıxanda qalır 4x bərabərdir 252. X də bərabərdir 252-ni də 4-ə bölürük. Neçə eləyir? X bərabərdir
63. 63. X Deməli bərabərdir 63. biri 63'dür, o bursu da 5x olduğuna göre neyini? 5'i 63 vururuq. bəli, 5-i vururuq 63-ə. Eləyir 315. 215. 215. Aha. Çox sağ ol. Uşaqlar başa düşürükmü yavaş-yavaş? Bəli, Bəli. Yəni sanki tam hissə kimi bir şeydir. Amma ki burada dəyişənlərlə ifadə edirik. Daha tam hissə ilə orada biz nə edirdik? Tam hissələr yazırdıq. Burada hissələr yox, məhsullar, yəni dəyişənlər yazırıq. Mən indi başa düşdüm. Decəsin Mələk decəsin Mütəllibzadə. Murat və Ramilə birlikdə 42 kiloqram nar yığdı. Murad Ramilədən 2 dəfə çox nar yığılıbsa, hər biri neçə kiloqram nar yığmışdır? Deməli, burada Murad və Ramilədən söhbət gedir. Murad və Ramilə. Deyir ki, burada Murad Ramilədən 2 dəfə çox yığıbsa, deməli Ramiləyə x yazırıq, Murada 2x yazırıq. 2x. Sonra deyir ki, yığılıbsa hər biri neçə kiloqramlar yığmışdır. Bunların cəmi də 42. 42-dir. 2x, Deməli, bu da bir dənə x. 2x Cəmi üzərinə neçə x? x gələndə 3x olacaq. 3x bərabərdir 42. 42-ni 3-ə böləcəyik. X bərabərdir X 42 bərabərdir bölünsün. 42-ni 3-ə bölsəm qalacaq 14. X bərabər deyil 14. Biri 14, biri isə 28. Allah, çox gözəl. Hər biri neçə kiloqram yığmışdır? Biri Murad 28 kiloqram yığıb, Ramilə də yığıb neçə 14. Mələk Məmmədova, tecəsin qızım. 5. Nuray 3 xəttkeş və 5 karandaş 2 manat 30 qəpik pul verdi. Bir xəttkeşin qiyməti bir karandaşın qiymətindən 10 qəpik bahadır. Bir xəttkeş və bir dəftər necə qəpikdir? Burada karandaş, xəttkeş və dəftərdən söhbət gedir. Xətkeş, karandaş. Karandaş. Bir də dəftər eləmi? Bəli. Deyir ki, bir Üç xətkeşin xətkeş- qiyməti bir karandaşın qiymətindən 10 qəpik bahadır. Bahadır. Deməli xəttkeşə x qoyacaq. Xətkeşə x qoyarıq, düzdürmü? Bəli. Karandaşı x 10x. Niyə 10x qal? Deyir ki 10 qəpik baha. Demir ki 10 dəfə bahadır. 10 dəfə baha olsaydı 10x. Deməli nə olacaq? Deyir ki xətkeşin qiyməti karandaşın qiymətindən. Karandaşın qiymətinə x qoyuruq. Xətkeşin qiyməti karandaşın qiymətindən 10 qəpik bahadır. Bu olacaq nə? X üstə gəl neçə? 10. 10 olmuş olacaq. Düzdürmü? Burada Bəli. dəftərdən danışmır. Burada səhv yazıblar dəftəri. Başa düşdünmü? Dəftərdən danışmır. Sadəcə orada səhvlik olub. Sonda bizdən bir xətkeş və bir karandaş neçəyədir soruşmalıdır. Yazıb dəftər neçəyədir. Başa düşdünmü? Bəli. İndi bunlara da cəmi İndi qulaq as ki. Bunlara cəmi deməyək. Bax qulaq as ki. Deyir 3 dənə xətkeş alam. Bir dənə xətkeş Bəli. neçəyədir qızım? X üstə gəl 10 manat. 10 qəpik, düzdürmü? Bax bir dənə Bəli. xətkeş X üstə gəl 10 qəpikdir. 3 dənəsini tapmaq üçün nə etməliyəm mən bunu? Vurmalıyam 3-ə. Başa düşdünmü? Bəli. Bəli. Sonra deyir ki 5 dənə karandaş alam. Bir dənə karandaş X-dir. Bu X-i də nə etməliyəm? Vurmalıyam neçəyə? Bunu da vurmalıyam 5-ə. Bunların cəminə nə qədər pul veriblər birlikdə? Deməli bunları toplayaram. Bu da bərabərdir neçə eləyəcək? Eləyəcək 2 manat 30 qəpik. 2 manat 30 qəpik. Bu da qəpiyə çevirsək nə qədər eləyir? 230 qəpik. Düzdürmü? Çünki bu 230 onun qəpi ilə qəpik. yazmışıq. İndi biz Bəli. bu mötərizəni vurub açırıq. X-i vuraram 3-ə.
X-i 3'ə vursam eləyəcək 3x. Başa düşdükmü? Bəli. Üstə gəlinsin var, yazırıq bura üstə gəl. Onu da vururam 3'ə. Onu 3'ə vuranda neçə eləyir? 30. 30. Üstə gəlinsin. X-i 5'ə vuranda da 5x eləyir. Başa düşürdünmü qızım? Yəni Bəli. x vurulsun 5, 5x eyni şeylərdir. Ya da 5 vurulsun x, 5x'dir. Cəmi nə qədərdir? 230. 30 qəpikdir. 30. İndi burada Qəpik. 3x1 var, üstə gəlinsin 5x-də 1 var. Toplasaq cəmi neçə x eləyər qızım? 10x. 3x o da 5x 10x eləyir. 3 o da 5. 8x. 8x. Fikrin burada olsun qızım. Fikrin yəni sən bilirəm həyəcan keçirsən ki, niyə belə oldu mən orada çətinlik çəkdim. Narahat olma. Bu digərlərində biraz çətindir. 3x bu da 5x elədi 8x. Düzdürmü qızım? Üstə Bəli. gəl bir də nə var burada? 30. 30. Bərabərdir neçədir? 230 qəpik. 230. İndi burada məhsul toplananı tapmalıyıq. Bu 8x bir yerdə məhsul toplanandır. Məhsul toplananı Bəli. tapmaq üçün nə edirik? Cəmdən məlum toplananı çıxırıq, düzdürmü? Çıxırıq. Yəni yazırıq Bəli. 8x bərabərdir. Cəm Bəli. 230-dan Çıxırıq. 30'u. 200. 8x bərabərdir 200. İndi burada x bərabərdir 200 böl 8. bu da eləyir 25. Bir dəfəlik yazdıqda daha. Başa düşdük? Bəli. Deməli karandaşın bizdən soruşur xəttkeş və karandaşın qiyməti nə qədərdir? Karandaşın qiymətini bilirik nə qədərdir? 25 qəpikdir. Düzdürmü? 25. Bəli. Xəttkeşin də qiyməti bundan 10 qəpik baha olduğuna görə nə olacaq? 35 35 qəpik olacaq. qəpik. Aydındır mı uşaqlar? Başa düşdünüzmü? Bəli, müəllim. Ağa hazırsan ağa? Bəli. De gəlsin. 3 ədədi cəmi 122-dir. İkinci ədəd birincidə 3 dəfə, üçüncü ədəd isə birincidə 7 vahid bölüşdür. Bu ədədləri tapın. Neçə ədəddən danışır? 3 də ədəddir. 1, 2, 3. Və ikinci birincidə 3 ədəd böyükdür. 3 3 dəfə. dəfə böyükdür. Üçüncü ədəd isə birincidən 7 vahid böyükdür. Bunlar hər ikisi də birincidən böyükdülər, düzdürmü? Bəli. Birinci ilə müqayisə olunduğuna görə mən birinciyə nə yazaram? Yəni birincini Və bilsəm, birinci ikincini x də... yazaram. Ay sağ ol. Birinci x yazaram. İkinci bundan 3 dəfə O bir bölünsə nə 3 olacaq? x. Bu bursu nə olacaq? Və 2 üstə 7. Allah. Bunların cəmi nə qədərdir? Və bunlar cəmi 122. İndi mən bu x-ləri toplasam, bir dənə x buradadır, 3 dənə buradadır, bir dənə də Dörd. buradadır. Və Cəmi burada neçə x? 5x. 5x, afərin. Eləcə 5x bu tərəfdən yazıram. Məsələn, oldu 5x. Üstə gəl bir Bəli. nə var? Və 7. Bərabərdir neçəyə? Və 12. 12. Yox, 120, 12x eləmir. X başqa bu 7x deyil ki, sən 5x-dən onu toplayasan. Eləyir cəmi neçədir? Burada 122-dir. İndi burada bax, Bəli. məhsul toplanan 5x. Məlum toplanan 7. Cəm də neçədir? 22-dir. Cəmdən məlum toplananı çıxırıq. Yəni 5x-i tapmaq üçün, yəni 5x nəyə bərabərdir? 122-dən Bərabər bölünərik. 122 çıxılsın 7. 115. Bu da 5x bərabərdir neçəyə? 115. 115-ə. İndi mən bir dənə x-i tapmaq üçün 5 2 dənəsini bərabərdir. Aha. 115 bölüsü 5. Və 2 dəfə götürürük. Və 15 23. Deməli, birinci ədədimiz 1x idi, bu oldu 23, düzdürmü? Bəli. İkincisi 3x-dir, neçə olacaq? Və 26x. 69, 23-ü vurarıq da. Bax, x 23-dür, 3 dənəsi 69 olacaq. O bursu da nə olacaq? X üstəcəl 7-dir. X 23 olsa, üstünə 7 gəlsə neçə eləyir? Eləyir 30. 30. Başa düşürükmü yavaş-yavaş?
Bəli. Bəli, müəllim. Ah, çox gözəl. Bəli müəllim. Davam eləyək. Sunar. Bəli müəllim. İndi gəlsin ürəyim. 3 qabda 51 litr süd var. İkinci qabda birincisindən 4 litr, üçüncü qabda isə ikincisindən 7 litr çox süd olarsa hər qabda neçə litr süd var? Neçə qabdan danışır? 3 qabdan. Birinci, ikinci, üçüncü, eləmi? Üçüncü. Bəli. Yazır ki, bunların cəmin bilirik. 51. Bunu sonda saxlayarıq. Sonda bunun cəmi. İstəsə indidən də yaza bilərik. Abi özümüz üçün o cəmin qeyd edir. Neçə oldu? 51. Düzdürmü? Bu qalsın. İndi nə deyir? Deyir, ikinci qabda birincidən 4 litr, üçüncü qabda isə ikincidən 7 litr çoxdur. Deməli, 7 litr. ikinci birincidən çoxdur, üçüncü də ikincidən çoxdur. Burada ən az hansıdır? Ən az birincidir. Əlbəttə birinci. Ona görə də ən az olana bir x yazıram birinciyə. Düzdürmü? Bəli. Sonra Bəli. bunun üstünə 4 gəlsəm, çünki deyir ikinci qabda birincidən 4 litr çoxdur. Demir ki 4 dəfə çoxdur. 4 dəfə çox olsaydı 4x yazardım. 4 litr çox deyirsə x-in üstünə nə gələrəm? 4 İşte gələrəm. gəlsin düzdürmü? də. Bəli. Sonra üçüncü isə ikincidən deyir 7 litr çoxdur. 7 litr Onda çox. ikinci x üstə gəl 4-ün üstünə bir dənə də nə gələrəm? 7 gələrəm. Eləmi? Bəli. Çünki ikincidən deyir. Bu ikincidir. Üstünə də 7 gəldim, üçüncünü tapdım. İndi mən bunları toplasam, x-lərin cəmi neçə dənə x var burada? 1x, 1x, bu da 1x. Cəmi neçə x elədi? 3x. 3x. İndi məlumları toplayıram. Üstə gəl 4, üstə gəl 4, üstə gəl 7. Cəmi neçə elədi? Cəmi 15. 15. Bu da nəyə bərabərdir? 51. Aha. Bax indi burada yenə də toplama əməlidir. Toplanan cəm. Toplan- Məhsul cəm. toplanan hansıdır? X olan. Yəni məhsul toplanan 3x-i tapmaq üçün nə edirik? Cəmdə 51'də cəmdən müəllim toplanağı çıxır. buradan da 3x bərabərdir neçə eləyəcək? Bərabərdir 36. 3x 36-dırsa indi mən 1x-i tapmaq üçün 3 dənəsi 36-dır. Bir dənəsini tapmaq üçün bölərəm. Düzdürmü? Ona görə də yazaram x bərabərdir. Aha. 36 bölünsün 3. X bərabərdir 12. 12. Deməli birinci ədədimiz neçə oldu? Birinci qabda nə qədər oldu? Ədəd deyirəm. 12 12. litr, düzdürmü? İkinci qabda Bəli. 4 litr çoxdur, nə qədər elədi? 16. Üçüncü qabda bundan 16-dan 4 litr, 7 litr çox. Neçə elədi? 16'nın 23 litr. Ay sağ ol. Bunların cəmi də 51 litrdir yazmışam burada. 51 litr. Çox sağ olsunlar. Uşaqlar başa düşdükmü? Bəli, müəllim. Əla. Bəli müəllim. Altıma Bəli, müəllim. gəlsin. Gəl qızım. De gəlsin. 8. Həyətdə qoyunların və qazların sayı birlikdə 45-dir. Qoyunların sayı qazların sayından 3 qatından 3 vahid azdır. Həyətdə neçə qoyun və neçə qaz var? Nədən danışır? Mən Qoyunlar- buradan qoyun və qazdan danışır. Yazırıq qoyun Və qaz. və qaz, eləmi? Bəli. Birlikdə bunların sayı nə qədərdir qızım? 45-dir. 45-dir. Deyir qoyunların sayı qazların sayının 3 qatından 3 vahid azdır. Qazların sayı nə qədərdir ki, qoyunlar onun 3 qatından 3 vahid azdır? Nə qədər qaz var? Bilirik nə qədər qaz var? Xeyr. Bilmədiyimizə görə qazlara x yazırıq qızım. Qoyunlar bunun 3 qatı deyəndə, yəni 3 dənə bu qədərdir. Düzdürmü? Yəni bu x-dirsə, qoyunlar 3 qatı olacaq 3x. Amma deyir 3x deyil. Deyir 3 qatından 3 vahid azdır. Yəni bu 3 qatından 3 dənə azdır. Yəni nə etməliyik? 3 çıxmalıyıq. Düzdürmü? Çıxmalıyıq. Bəli. Ay sağ ol. Bunların cəmi də 45-dir. İndi mən bunları cəmləyirəm.
X-ləri cəmləsən 3x buradadır, bir dənə də x buradadır. Neçə x elədi qızım? 4x. Bir də burada nə var? Çıxılsın 3 var, düzdürmü? Bəli. Bərabərdir neçə eləyir? 45. İndi bu bir çıxma əməli olduğuna görə deyirik ki, azalan, çıxılan fərq. Məhsul hansıdır? Məhsul azalandır. Məhsul azalanı tapmaq üçün nə edirik? Yəni 4x-i tapmaq üçün. Fərqin üzərinə Üzərinə çıxılan gəlik. 45-in üstünə 3 gələndə eləyir 48. onda 4x bərabərdir 48 eləyəcək. 4 dənəsi 48-dir. Bir dənəsi neçə olacaq? 48-i 48-dən bölürük 4-ə. Eləyir 24. Yox, 12. 12. Deməli, neçə dənə qaz var həyətdə? 12 dənə qaz var. Neçə dənə qoyun var? 3-ə vuraram 12-ni. Eləyəcək 36. Bundan da 3 çıxaram. 33. 30. Yəni 3x, yəni 3 dənə 12, 3 dənə 12-dən 3 çıxmalıyam. Allah. Başa düşürük uşaqlar. Qaranlıq qalmır. Allah. Murad deyirəm. Murad. Təcəssüm. Avtobusda 47 sərnişin var. Qadınların sayı uşaqların sayından 2 dəfə, kişilərin sayı isə qadınların sayının 2 qatından 5 nəfər çoxdur. Avtobusda neçə uşaq, neçə qadın və neçə kişi sərnişin var? Avtobusda kimlər var? Kişilər var, düzdürmü? Kişi var. Daha kim var? Qadın var. Bir də uşaq. Bir də uşaq var. Afərin, uşaq. Biz bilirik ki, qadınların sayı uşaqların sayından 2 dəfə, kişilərin sayı isə qadınların sayının 2 qatından 5 nəfər çoxdur. Burada ən az kimdir? Uşaqlardır. Qadınlar uşaqlardan çoxdur, kişilər də qadınlardan çoxdur. Düzdürmü? Bəli. Ən az uşaq olduğuna görə uşaqları bilmirik də nə qədərdir. Bilirik nə qədər uşaqdır. Bilmirik deyə x götürürük. Düzdürmü? Bəli. Deyir qadınların sayı uşaqların sayından 2 dəfə çoxdur. Bax, çoxdur, bu xəbər buna aiddir. Yəni 2 dəfə çoxdursa, deməli uşaqlar x-dirsə, qadınlar nə olacaq? 2x. Afərin. Kişilər də bunun 2 qat, qadınların 2 qatından. Qadınların 1 qatı 2x-dir. 2 qatı 4x olacaq. Başa düşdünmü? Qatı deyək ki 2x, o da 2x. 2 dənə 2x. Eləcə nə qədər? 4x. Amma 4x-dən də deyir nə qədər çoxdur? 5 nəfər. Hələ üstünə də gərək 5 nəfər də gərək olsun nə? Kişilərin sayı. Bunların cəmi sayı nə qədərdir? Ümumi neçə nəfərdilər? 47 sərnişin. Cəmi 47-dir. Düzdürmü? İndi mən birinci burada məhsulları toplayaram. 4x, bu da 2x. Elədi neçə x? 6x. O da 1x. Neçə elədi? 7x. Yazırıq bura 7x. Bir də burada nə var? Üstəgəl nə var? 5x. 5x deyil, 5-dir bu. 5x 5'dir. Boş 5'dir. X olsaydı bunu da üstüne gələrdi. Bərabərdir neçə eləyək? 47. İndi burada yenə də toplama əməli. Bax, toplanan cəm. Məhsul toplanan 7x-dir. X olan məhsul toplanandır. Məhsul toplananı tapmaq üçün nə edirik? Cəmdən məlum toplananı çıxırıq. Yəni yazırıq məhsul toplanan 7x bərabərdir. 47-dən nə edirik? 5'i çıxarıq. Çıxarıq 5'i. Onda 7x necə olacaq? 42. Onda x-i tapmaq üçün nə edirik? 42-ni bölürük 7-yə. X də bərabərdir neçədir? 6. Deməli neçə dənə uşaq var? Neçə nəfər uşaq var? 6. Neçə nəfər qadın var? 2-ni vurduq 6-ni. X 6-da axı 2x, yəni 2 dənə 6. 12. Kişilər nə qədər olacaq?
4'ü vurarıq 6-ya eləyəcək 24. Üstünə də 5 gələrik. 29. Deməli neçə kişi var? 29-da kişi var. Başa düşürük uşaqlar. Bəli. Bəli. Bax bu tapşırıqları bir də özünüz yazarsınız ha. Bunun video izahı da var. Bilməyəndə ora baxın. Yenə başa düşmədiniz, yenə də dərsdən eləyərsiniz. Məndən soruşarsınız. Deyin, müəllim, mən bunu həll elədim, amma başa düşmədim. Bir daha izah eləyəcəm sizə. Yaxşımı? Yaxşı. 10-cu tapşırığa baxırıq. Gəlsin Nərgiz. Bir növbədə usta ilə şagirdi eyni maşın hissəsindən 98 ədəd düzəldi. Usta şagirdlərinin düzəltdiyi hissənin 5 qatından 2 ədəd çox hissə düzəldibsə, onların hər birinin neçə hissə düzəldib? Bax qızım, oxuyanda düz oxumursan, hərfləri yeyirsən və yaxud da ki, hərf özündən əlavə edirsən, cümlə düz alınmır. Bir növbədə usta ilə şagird işləyir və bunlar maşın hissəsi düzəldirlər. Birlikdə 98 hissə düzəldiblər. Yəni onların düzəltdikləri hissələrin cəmi 98-dir. Deyir, usta şagirdinin düzəltdiyi hissələrin 5 qatından 2 ədəd çox düzəldib. Yəni şagird nə qədər düzəldibsə, usta onun 5 qatı, bir də üstəgəl 2 ədəd də artıq düzəldib. Və bizdən soruşur ki, onların hər biri neçə hissə düzəldib. Birinci oxuduğumuzu anlamalıyıq, ondan sonra məsələni həll etməli. Elə oxuyan kimi yarım-yarımsını oxuyub cummayaq məsələ həll etmək. Çünki başa düşmədiyim bir şeyi düz həll eləməyəcəm. Kimdən danışır? Özümüz üçün plan qururuq. Kimdən? Ustadan danışır, düzdürmü? Usta və kimdən? Şagirddən. Bizə deyir ki, usta şagirdinin düzəltdiyi hissələrin 5 qatından 2 ədəd çox düzəldib. Şagird neçə dənə düzəldib ki, usta onun 5 qatından 2 ədəd çox düzəldib? Bilmirik axı, şagird nə qədər düzəldib, düzdürmü? Bilmədiyimizə görə deyir ki, şagird x düzəldib. Usta nə düzəltmiş olacaq? Bunun 5 qatı eləyəcək 5x, eləmi? Bəli. Bir də üstə gəlinsin nə? 2 ədəd də çoxdur, hələ üstə 2 də gəlməliyik. Birlikdə neçə dənə düzəldiblər bunlar? 98. 98. Bizim planımız hazır. Yəni planını qurduq. İndi nə edirik? Bu plana uyğun tənlik qurmalıyıq. Deməli x-lərə baxırıq. 5x, bu da bir dənə x. Neçə dənə x elədi? 6x. Üstə gəl bir dənə var burada. 2. Bərabərdir neçədir? 98. Bax burada məhsul toplananı tapmaq üçün. Yəni məhsul toplanan neçədir? 6x-dir. Bax toplanan cəm. Məhsul toplanan 6x-i tapmaq üçün nə edirik? Cəmdən Müəllim toplananı çıxırıq. 2-ni çıxırıq. Buradan da 6x bərabərdir neçə eləyəcək? Bərabərdir 96. Buradan da x-i tapmaq üçün nə edirik? 96-nı 6'yı bölürük 6'ya. burada da x bərabərdir neçə? 16. 16. Yəni şagird neçə dənə düzəldib hissə? 16 ədəd. Usta neçə dənə düzəldib? Usta müəllim 5x, yəni 5-i 16-ya vurarıq. Eləcək 80. Üstünə də 2 gələrik. 82. 82. Qaranlıq qaldı kiməsə? Yəni izahım. Xeyr müəllim. Xeyr müəllim. Davam eləyək. Nuranə, de gəlsin qızım. 10-cu tapşırıq. 3 ədəd verilib. İkinci ədəd ikinci ədəd birincindən 2 dəfə, üçüncü ədəd isə ikincinin 3 qatından 15 vahid böyükdür. Bu ədədlərin ədəddə ortası 41 olarsa, ən böyük ədəd neçədir? Burada birinci 3 ədəddən danışır, yazırıq. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Əla. Deyir ki, ikinci ədəd birincidən 2 dəfə, üçüncü ədəd isə ikincidən 3 qatından 15 vahid böyükdür. Burada yazacağıq.
Birinciyə yazacağıq x, o birisinə də yazacağıq 2x. Üçüncü nə qədərdir? Üçüncü deyir. Üçüncü ikincinin 3 qatından. İkincinin 3 qatı nə qədərdir? 1 qatı 2x-dir. 3 qatı nə qədər olacaq? 3 qatı olacaq 6x. Aferin qızım. 6x. Bundan da deyir nə qədər? 15 vahid böyükdür. 15 Yəni üstdən vahid nə böyük. gələrik? 15. Əla. Və deyir ki, bunların ədədi ortası 41-dir. Ədədi orta nə deməkdir qızım? Ədədlərin sayını, daha doğrusu ədədlərin cəmini onların sayına bölürük. Ədədlərin cəmini onların sayına bölürük. Və yaxud da belə deyirik. Ədədi ortanı ədədlərin sayına vursaq onların cəmini taparıq. Başa düşdünmü qızım? Bəli. Belə də eləyə bilərik. Yəni bax, bir daha deyirəm. Ədədi orta vurulsun ədədlərin sayı, ədəd sayı bərabərdir onların nəyi? Cəmi. Aydındırmı? Bəli. Onda mən ədədi orta 41 olduğuna görə neyniyəcəm? 41-i vurmalıyam neçəyə? Onların sayı neçədə nədir? 3-dür. 3-ə vuraram. Onların Vuraram. cəmi neçə eləyəcək? 121. 123. 23. 41-i vuraram. 123. Əla. Deməli bunların cəmi oldu 123. İndi mən bunları bu tərəfi cəmliyim görüm neçə dənə x var burada? 1 dənə x, 2 dənə x, bu da 6 dənə x. Neçə dənə elədi? Eləyəcək 9x. 9x. Üstə gəl bir dənə var burada qızım. Gəl 15. Bərabərdir neçəyə? 123-ə. 123'e. Buradan da Burada məhsul yaz toplananı. məhsul toplananı tapmaq üçün sistemdən məlum toplananı çıxırıq. Yəni 123-dən 15-i çıxırıq. Qalacaq 108. 108 məhsul vuruğu da tapmaq üçün hasildən məlum vuruğu hasilin məlum vuruğa bölürük. 108-i də 9-a böləndə qalacaq 12. 12. Deməli birinci ədədimiz neçə oldu qızım? 12. 12. İkinci, İkinci də 24. üçüncü Üçüncü 6x-dir. Yəni 12. x 12 olduğuna görə 6x 72, üstünə də 15 gələrik. Üstünə də 15 gələrik, eləyəcək 87. Bu qədər. Yəni bu məncə növbəti mövzumuz qanuna uyğunluqdur, eləmi? Yəni tənlik qurmaqla məsələ. Hamınıza bir dəfə söz verdimmi buna aid, bu mövzuya aid? Bəli. Biz tam hissə modelinə də aid həll elədik. Düzdürmü? İndi növbəti dərsdə artıq nə edirik? Qanuna uyğunluq və bir dənə də Çinardan da işləyərik. Yəni buradan işləyərik, plus Çinardan da işləmiş olarıq.